edirəm. Cənab Prezident, bir daha sizdən xahiş edirəm. Cənab Prezident, vallah billah da ümidim sizə, mənim başqa ümidim yoxdur. Cənab Prezident, görün mənə nə yazıblar. Bunlar bu süründürməçilik deyil nəyin. Bunlar burada məndən deyir ki, biz dəyəri müəyyən eləyə bilmirik. Bunlar göstəriblər özləri ki, biz dəyəri müəyyən eləyə bilmirik. Məktubla mənə deyir ki, sən məktub yaz ki, mən sənin malını fiziki baxış keçirdim, qardaş. Buradakı problemləri həll eləmək mümkündür. Betonu gərəkdir aslında, özdə böyük beton. Buyurun. Cənab Prezident, sizdən xahiş edirəm. Çox yox, bir balaca vaxtınızı bilirəm, vaxtınız həqiqətən də bu xalq üçün ayırırsınız. Vətəndaşların rahatçılığı üçün. Şikayətdən çox şikayət deyib, başdan ayağa problemdir bu idarə. Hansı problemlərdən söhbət gedir? Ekskavatorları gətirmişik, pulu ödəmişik, hər şey eləmişik, sərsi günü bizə gətirib çıxardıqlar onlar nədir? 120% birdən təzədən yenə artırım ediblər qiymətdə. Texnikaların gətirilməsi prezidentin tapşırığı ilə vergidən, hər şeydən azad olunur bax. Necə? O azad olunur, yəni bunların buradakı bu prezidentin verdiyi sərəncam Elmir Ramazan bilmirik də, yəni daxili qanunlardır, dövlət qanunlarıdır, şansında araşdırmaq da istəmirlər, heç nə də bildirmək istəmirlər. Sizə məlumat verilmir də bundan bağlı? Mümkün sözü təqdim edin də. Neçə vaxtdır sizi incidirlər, özü təqdim O edin. 10 gündür maşın gəlibdir buradadır, özdə Qazaxıstan maşın üstündədir, o şofer də bizlə dalaşır, qırğın salıb ki, siz gəlin bunlardan. Mən öz ekskavatorunuzu düşürdüm, mən maşınımı götürüm çıxım gedim. O da buraxamırıq biz onu. Özünüzü təqdim edə bilərsiniz. Prokuror, sizdən xahiş edirəm, vallah müdaxilə edin. Vəzifə saxtakarlığı, vəzifə üzrə başınalığıdır. Görün nə yazır burada. Bax məni çağırıb səni deyir ki, Nərgiz Həmidova deyir ki, mən dəyəri müəyyən eləyə bilmirəm. Deyirəm sən onda niyə oturmusan burada? Nərgiz Həmidova nə vəzifəni sənə? Yəni ən ağıllısı vəzifəsi. Hər şeyi bilir. Hər şeyi bilir. Deyir mən hər şeyi bilirəm. Başım mən müəyyən elə bilməm. Hər şeyi bilir. Qrup rəhbəridir, amma dəyəri müəyyənləşdirə bilmir. Bəli, bu maldan gəlibdi. Deyirsən malın deyir göstərməlisən. Mənə deyir ki, malın ticarət nişanı markasının artikulunu. Mən də ancaq Ramil müəllim, son sözləri nə oldu? Son sözləri heç nə. Deyir ki, sən mənə məktub yaz. Mən sənin məktubun əsasında götürüm açım fiziki baxış edeyim. Deyirəm qardaş, mən gətirmişəm malı. Sən indi bunu müəyyən eləməsən, nə edəcəksən? Mənim məktubumu Sözü niyə fiziki baxış Ha keçir? keçir bəli. Ha Ay görsən sən heç Sən gömrükçü qarajına deyilsən. sən baxmalısan. Qardaşım sən heç gömrükçü deyilsən, icraatçı jurnalistsən. Sənin savadın çoxdur. Vallah bila bulanın savadı yoxdur. Ramil Bulanın müəllim, olsun. növbəti Ha, nə haqqımız danışırsan? nədir bəs? Necə? Növbəti haqqım. Növbətdə atdım getdi Gölvək Gömrük Konsolosluğunun Oldu. qabağına. Oldu. Şahin müəllim gəlirəm. Oldu. Cənab Çox sağ ol. Prezident, bu günləri günün axırına kimi Prezident administrasiyasının qarşısına da gələcəm. Mən sübut edəcəm ki, bax saxtakarlıq budur. Rəsmiyə keçiblər, rəsmi saxtakarlıq. Elmir Ramazanov məndən qisas alır. Mən bu günləri sübut edəcəm. Kamran müəllim Əliyev, xahiş edirəm bu vəzifə öz başa 308, 307 hamısı burdadılar. Bunlar bununla məşğuldurlar. Kamran müəllim. Vallah billah bura bir dənə gəlməlidirlər, bunlar bir dənə yaxşı yoxlamalıdırlar. Bunlar baxmalıdırlar ki, bu nə yazıb baxır qardaş? Sən niyə öz vəzifəvi icra eləmirsən? Sənin öz daxili təlimatın var. Sən daxili təlimatını mənə, vətəndaşa tətbiq edə bilməzsən. Kamran müəllim Əsədov. Kamran Əsədov səhv eləmirəmsə də, düzdür. Ramil müəllim, bu neçə Nərgiz xanım bütün inspektorlardan ağıllıdır. Hamısını da bilir. Elmir Ramazanov da regulirovka qiymətlər verir. müəyyənləşdirir. Yox, bir dənə məsələ var. Bir dənə məsələ yaxşı yadına düşdü. Cənab Prezident, büdcənin 40-50% buradan formalaşır. Həqiqətən buradan formalaşır. İndi gəlin bir dənə fikir. Qardaş, büdcənin necə formalaşır ki, əməkdaşları 5 ayda maaş alır? Yox, indi bax mən onu deyirəm də. Görün buradan formalaşır. Gör, elə özün deyirsən müəllim. Əgər maaş ala bilmirsə, hansısa bir saxtakarlıq var. Hətta Bu boyda getmişdə, Ay qardaş, heç nə əlavə demirəm. fondlarının Müəllim, pulu xahiş belə edirəm. mənim Xahiş edirəm, diqqətlə bir dəqiqə. Əgər bu məktubu, saxta məktubu mənə verirsə, büdcənin formalaşıb buradan keçirsə, maaşları verə bilmirlərsə, məzuniyyətdən həm saxtakarlıq edirlər, nə sonrayırlar. Qardaş, büdcənin başından oyun açırlar bunlar. Heç nə. Oldu, Ramil. Mənim sözüm yoxdur. Gedəyim. Görün büdcənin başından oyun açırlar. Kimə veriblər ki, deyir ki, mən təyin edə bilmirəm. Sən dəyəri müəyyən edə bilmirsənsə, sən büdcəni necə formalaşdırırsan? Sən necə göndərirsən bu pulları ora Sən də bura? yarım yaylaq formalaşdırılır. Ha, qardaş. Maliyyə Nazirliyinə görürsən ki, yalan məlumatlar verir. Xeyr, xeyr. Mən deyim necə? Mən deyim. Deməli, hər bir dəqiqə mən bir dənə şey göstərim. Bax bu məktubdan hər bir burada bəyannamə verən şirkətə versələr, xanım. Vallah billah bir dənə hesablayın da ha vaxt çıxacaqlar. Nətər olur onlara vermirsən, mənə verirsən.
Nətər olur? Hamısı düzgün təyin edir. Gəlin bir dənə yoxlama gəlsin bura, bir dənə idarə gəlsin, audit gəlsin. Bəli, müəllim, cənab prezident danışdıqları hamısı burdadır. Qardaş, bəs qohumbazlıq, ikili standart, onu ötür, bunu çölə burax, buna yaxın getmə, ona dəymə, Ramil Əslanov gələndə götür saxla. Buyur, deyil. Bəs müəllim, mən onu demək istəyirəm yenə də. Mən onsuz da Ramazanovun bir dənə prinsipi varsa həyatda, o da mənəm. Emin Ramazanovun bir dənə prinsipi varsa mənəm və yenə də buradan demək istəyirəm ki, ölkədə narazılıqları, bax gördünüz narazılıq kişi. Yəni hələ çoxsu susur. Vallahi billah bu narazı kütlənin formalaşdırılmasında Elmir Ramazanovun bu günləri bu məktubdan da sübutu var. Bu məktub, heç mən uzaq getmirəm. Yəni malın açılışını dediyim kimi darımı bildirirəm. Çox sağ olun ki, dəstəkləyirsiniz və bu günləri biz burada həqiqətən ictimaiyyətə göstəririk nə baş verir. Mən ona görə bu qərar oldu ki, Şahin müəllim qəbul edə bilmədi, amma kimsə rəhbər şəxslərdən Elmir Ramazanova izah elədi ki, sən bunun malını açmalısan və malı açılışa ver, nümayəndə gəlir, işçilərimi göndərəcəm. Mal açılış olacaq, baxacaqlar. Kimsə deyib ki, malın içində artıqdır, malın içində əksikdir. Yenə də şayələrlə idarə olunma faktoru gəldi, çıxdı ortada. Və şükür Allaha Elmir Ramazanova öz vəzifəsini izah edən oldu. Vəzifə təlimatını göstərdilər ki, qardaş, belə deyil, sən düz eləmirsən, sən açmalısan, mala baxış keçirtməlisən. Əgər malın içində nəsə uyğunsuzluq olarsa, akt şəklində mən və digərləri imzalayacaq. İndi işçilərimi göndərəcəyik. İnşallah oradan da yaqin ki, əgər hansısa mən dedim burada, hansısa bir ədalətsizlik, hansısa bir haqsızlıq baş verəcəksə, oradan birbaşa canlı yayımla göstəriləcəkdir. İkinci, ayın 17-si mən buradan dövlətimizdə media informasiyada işləyən bütün jurnalistlərə müraciət edirəm. Mən ayın 17-si səhər tezdən avtobus təşkil edəcəm. Həmin avtobusla Şahin müəllim İmişlidə qəbulu var. Zəhmət olmasa 17-si hamımız gedəcəyik ora. Görək Elmir Ramazanovun növbəti sərgüzəştləri nə ilə qutaracaqdır. Elmir Ramazanovun şıltaqlığına lazım deyil bir balaca. Şıltaqdır da biraz da. Yəni ola bilər naziklik edir. Lazım deyil Şahin müəllim uymaq. Yəni bu günləri Elmir Ramazanov Yox, məsələ biz sizlə də gəldi. Sizə mən üzü göstərim. Elmir Ramazanov o himayə etdiyi şirkətlərə hansı güzəştləri formaları verirsə, oradan öz maliyyə iqtisadiyyatını düzəldirsə və digərlərinə kiməsə himayə edirsə, o çatışmamazlıq baş verir axı büdcədə. Həmin çatışmamazlığı bu günləri bizlərdən çıxardı. Həmin çatışmamazlığı o aqrotexnika gətirən bugünkü sahibkar var idi. Çıxdı canından bezib bu şey danışdı. Aqrotexnika vasitələri 0% Elmir Ramazanov. Aç oxu prezidentin sərəncamını, mən də orada danışmadım, içəridə gördüm o kişini. Olmaz belə şeylər. Bilmirsənsə, qardaş, xahiş edirəm, onda ki, başqa bir vəzifədə otur, qoy bir başqası idarə eləsin. Səndən savadlı oğlanlar var, səndən orada bilikli oğlanlar var. Bu formaya ümumiyyətlə Elmir Ramazanov hörmət eləmək lazımdır. Çünki bu formanı daşıyan 1000 dənə qeyrətli oğlanlar, qızlar var burada. Hansılara ki, efir vasitəsilə, indi mən xahiş edəcəm vətəndaşlardan da bizim Azərbaycan vətəndaşlarına. Nalayiq sözlər lazım deyil xanımlara, o birisinə. Yəni ki, bunların içində həqiqətən özünü tanıyan dastoyun oğlanlar var, dastoyun qızlar var. Hansı ki, savadlıdırlar, bilirlər, hansı ki, öz işlərinin professionalıdırlar. Sadəcə onları qabağa çəkmək olmur. Niyə görə? Elmir Ramazanova lazımdır ki, məsələn, Aqil, nədir onun adı, familiyası? Nəysə, onun əlində xüsusi texnika var. O əlinə götürür bir dənə avadanlıq sumkanı belə. Bu moment onun əlinin üstündə rəqəmlər çıxır. Malın qiyməti. Ehtiyac yoxdur getməyə. Dünənləri Nərgiz xanım Həmidova, dünənləri Nərgiz xanım, dünənləri Nərgiz Həmidova qanunvericilik nədir? Qısaca 18-ci maddədə deyir ki, xarici saytlardan qiymət götürülə bilməz. Dünəndən mənim gözüm qabağında girir saytdan qiymət çıxardır. Xarici saytdan qiymət çıxardır, ha qardaş. Bunlar qanunsuz olan bir şeyi qanunu diktə edirlər. Necə ki, Kənan Əsədov məktubunda bildirir ki, normativ hüquqi aktlara güya təyin olunub, normativ hüquqi aktlara əsaslanır. Bunların daxili təlimatları, hansı ki, daxili təlimatlarına uyğun olaraq hərəkət etməlidir. O bizə aidiyyəti yoxdur. Onun vətəndaşa tətbiq eləmək olmaz. Bayaqları Bakı gömrüyündə də mənimlə danışanda dedilər ki, həmin deməli
həmin 2014-cü il oktyabr ayının 100/143 sayılı sərəncamı Dövlət Gömrük Komitəsi tərəfindən imzalanmış sərəncam. Bu e-qanunda var. Zəhmət olmasa e-qanunu açın. Mən buradan onu bildirmək istəyirəm. Elmir müəllim Ramazanov sizə də. As e-qanunu orada aşağıda göstərilibdir ki, qardaş o Ədliyyə Naziri tərəfindən təsdiq olunmuyubdur. O normativ hüquqi akt deyil. Məni bu dəqiqə dinləyən var bu Azərbaycanda. Bu hüquqşünaslar var. Zəhmət olmasa izah edin bunlara ki, bu olmaz. Yenə də sağ olsun Gömrük Komitəsi, eyb yox. Dedilər, cənab prezident, mən bu məsələ ilə əlaqədar mütəmmədi olaraq sizi buradan bildirəcəm. Başqa əlacım yoxdur. Mal açılmağına açılmaq ehtimalı var. Ehtimal nəzəriyyət. Var, ola bilər açılacaqdır. Amma orada növbəti şıltaqlıq nəticəsində növbəti mənə nə hansı bir ruslar, rus dilində deyirlər, pregradalar, hansısa maneçiliklər nə olacaqdır? O haqda mən danışacağam. Yox, o baxacaq da, indi görək də. Yəni bu mal Elmir Ramazanov, buradan efir vasitəsilə deyirəm. Həmin bu mal 18 gün bundan qabaq gəlibdir. Biləsiz, 2 ayda yığışıb mal bir yerə 100 kilo olubdur. Onun 50 kilosunu göndərmiş indi, 50 kilosu yerdə qalmışdı, göndərmişik bunlar. Eyni tipli mallardır. Niyə buraxırdın bundan qabaq? Niyə mən riskdə? Bir də ki, risk emalı hardan çıxdı? Bundan qabaq qiymətləndirə bilib, amma bundan indikini qiymətləndirə bilmirlər. Bəli, ona görə də bu günləri bilirsiniz necə, bu sistem deyirlər ha. Yenə də deyirəm, bizim kimiləri qol eləyənlər özləri baxdılar və rəhbərliyə məruzə elədilər ki, burada qəliz bir şey yoxdur. Düzdür, anlaşılmazlıq kimi götürdülər və bu malların içində elə bir problem olmadığını bildirdilər. Lakin mən də izah elədim ki, həqiqətən bu malların içində elə bir anlaşılmazlıq olmayan bir şey yoxdur. Yəqin mallar açılanda mətbuata açıqlama. Mallar açılacaqdır. Mən bütün hamısını, bütün addım və buradan indi qalsın növbəti dəfəyə hal-hazırda İstintaq İdarəsinə mənim materialı veriblər. Qısaca məlumat vermək istəyirəm. Şahman müəllim Möhtümov. Sizə minnətdaram. Məni dinləyirsiniz, məktublarıma baxırsınız. Şahman müəllim, sadəcə biləsiniz ki, Şahman müəllim sizdən də xahiş edirəm. Respublika prokurorluğundan, korrupsiya idarəsindən, prokurorluğundan məktub gedibdi İstintaq İdarəsinə və orada mənim şikayətlərimə baxılması barədə 207-ci maddəni əsas tutaraq bildiriblər ki, müstəntiq qərar versin. Amma müstəntiq bugünkü günə kimi nə Elmir Ramazanov izahata çağırıb, nə digərlərini izahata çağırıb, heç bir istintaq hərəkətləri olmuyor. Bir də ki, mənim qabağıma qoyublar ki, biz tərcümə edirik sənədi. Buradan dövlətin həqiqətən çox elmi hüququ olan insanlar var, müraciət edirəm. 84-cü prosessual məcəllə nə deyir? Əgər material təhqiqat tərəfindən tamamlanmayıbsa, sən onu istintaqa verə bilməzsən, 1. İkincisi də ki, sən onu tamamlayıb verməlisən, 2. Üçüncüsü, sən onu tərcümə edirsənsə, notarial qaydada sən onu və yaxud da ki, tərcüməçinin imzası ilə, möhürü ilə təsdiqlənmiş qabağıma kağız parçası qoyublar, deyirlər, budur. Qardaş, bir kağız parçası ilə sən mənim taleyimi həll edə bilməzsən. Eyni zamanda nətər olur ki, həmin sənədlərin içində 23 ton çəkidə konteyner göstərirlər. Heç mənim şirkətimə də gəlməyib, nəysə də. Amma məndə özümdə 21 ton çəkidə olubdur. Yəni yolda biz onun içində 2 ton buz gətirirdik, buz əridi, ya da yolda o piratlar var, deyirəm, Samalin quldurları. Onlar onun içini götürdülər. Nəticədə 44 adda Kitaydan çıxıb 17 adda məndə gəlib çıxıbdı. Çox böyle gülməli qəşəng bir faktırdır ki, növbəti müraciətimdə cənab prezidentə mən bu barədə ətraflı danışacağam. Hələ ki gedir, indi çox güman ki, mən düşünürəm ki, qərar veriləcəkdir. Yəni müddətlərdə pozulur, prosessual pozuntular var. Orada yəni ki, obyektiv cəhətdən heç nəyə baxılmır. Sadəcə get, gəl, bax, düzdür, çağırmırlar, indi baxırlar, çalışırlar, çağırmasınlar. Mən girib danışanda biraz çox danışıram, ola bilər. Buradan təşəkkürümü bildirəm sizlərə ki, dəstək oldunuz bu günləri. Həmin o sizin vasitənizlə mən Milli İnformasiya vasitəsilə cənab prezidentə buradan səsimi verdim və ümid edirəm ki, tədbir görüləcəkdir. İndi isə, bəli, indi isə gedək, mən davam edeyim oradan, görək nəticəsi nə olur. Açaq, baxaq, görək, bəlkə içindən əjdaha balasının yumurtası çıxacaqdır. Görək içindən. Peki ayın 17-ci Şahin müəllim qəbul edər? Yox, 17-ci mən dəvət eləmişəm, 17-ci Şahin müəllim biz gəlirik ora. Məni qəbula yazdılar, dedilər ki, 17-ci mən oradayam. Bu faktlar, digər faktlar hamısını qoyacağıq və Şahin müəllimdən xahiş edəcəm ki, sizlər üçün açıq-aşkar şəkildə cənab prezident görsün. Bəli, açıq-aşkar şəkildə onların da mətbuatı gəlsinlər. Açıq-aşkar şəkildə bir dənə diskussiya aparaq, baxaq
Mən göstərim faktları görək şahın mənim hansı tədbirləri görəcəkdir. Və ümumiyyətlə Emin Ramazanovla yenə də deyirəm, onun şüuruna dözülür. Belə də Amil Aslanov Azərbaycan Respublika Dövlət Gömrük Komitəsinə gəldi. Məsul vəzifəli işçilər qəbul etdilər və söz verdilər. Təşəkkür edirəm izlədiyiniz üçün.